Mənim dəcəlim. Hədiyyəvi göndərdim. İndi sən də bir dənə şəkil at görüm hardasan. Niyə aşağı düşməmsən? Nə bilim, heç keyfim yox deyil. Keyfin yoxdur. Olma fikirlisən. Mən bilirəm sən nəyə fikirləşirsən, nəyə fikrini çəkirsən. Sən fikirləşirsən ki, 8 marta görə sən mənə nə alacaqsın? Amma narahat olma. Sənə verdiyim o 200 manatla nə alarsan, alarsan. Deyirəm, siz qadınlar niyə beləsiz? Ancaq hədiyyə gözləyən tərəf sizsizlər. Bahalı hədiyyələr ancaq sizə alınmalı. Siz bilirsiniz, kişilər sizin aldığınız o burun dəsmalı ilə coraba görə içlərində nə çəkirlər? Hər bir kişinin şkafında bir polka burun dəsmalı ilə corab var. Nədir, siz öyle fikirləşirsiniz ki, kişilərin il boyu ancaq ayağı üşüyür, bir də burnu axır. Hanı bəs ədalət? Nə fərq gəldi sənə? Aç bax da gör kimdir, bəlkə vacib nəsə bir şeydir. Aşağı nə vacib şey? Şeydir də, bəlkə kuryerdir, soruşur ki, konum haradır, mən aldığım hədiyyəni gətirir. Yox, nə kuryer, boş şeydir, fikir verməsin.